2. 2. Şuur sayı 2 kimdir? Ayın 2'si, ayın 11'i, ayın 20'si və ayın 29 dünyaya gəlmiş insanlar bütün ayların şuur sayı 2'lər sayılır. Bu insanlar daha yumşaqdır 1'ə nisbətdə. 1 əmr eləyir ki, getdik. 2 də deyir ki, başa düşmürəm, hara gedirik? Davamlı olaraq başa düşmək istəyir. İnsanları anlamaq istəyir. Hər kəsi anlamaq istəyir. Baş verən situasiyanı anlamaq istəyir. Kimsə ona nəsə elədi, davamlı olaraq niyə belə oldu? Qazıyır, qazıyır. Kökə nəticəyə çatana qədər qazıyır. Ki bu niyə belə oldu, niyə belə baş verdi? O qədər qazıyır ki, axırda qazdığı yerdə özü batır. Həddən çox niyələr, niyə mənə qarşı belə eləyirlər? Başa düşmədiyi insanı avtomatik olaraq kəsir. İnsanları 2 hissəyə ayırır. Onu başa düşən insanlar və başa düşməyən insanlar. Başa düşməyən insanları kəsir. Ki, sən mən başa düşmədim, mən səndən danışmayacağam. Və yaxud da mən səndən əlaqə qurmayacağam. Mən səndən ümumiyyətlə söhbət etməyəcəm. Münasibəti kəsdiyi yerdə fürsətləri itirir. Münasibətləri kəsmək olmaz. Heç kimdən. Kim olur ümumiyyətlə bunlar? Şuur sayı 2. Başa düşmək istəsinlər. Planet ayda himayədar planet və icraçıdırlar, psixoloqlardır, diplomatlardır, ən yaxşı diplomatlardır. Hər şey siyasətlə eləyirlər. Yəni misal üçün sənə nəsə deməlidirsə, gedib misal üçün Hüseynə deyəcək, Hüseyn sənə çatdıracaq onu. Onu elə qurur ki, sənə Hüseyn desin, misal çəkirəm də. Eyni cürə davamlı olaraq bunu diplomatiya gedir, siyasət qururlar, yaxşı diplomatlardılar. Deyir, əgər bir şirkətdə 2 yoxdursa, o şirkət ayaqda qala bilməz. Niyə? Çünki 2 gəlir, davamlı olaraq bütün münasibətləri düzəldəcək. Hamı ilə hamıya yaxşı, sənin də yaxşı, sənin üçün də bu olsun, bunu da sənə verirəm, aşkı da səndə olsun. Hamı ilə münasibət düzəldəcək, siz narahat olmayın, mən əllə eləyəcəm deyir. 2 hər şeyi bir də üstlənir. Nəsə deysən, yaxşı olsun, sən problem yoxdur, mən eləyərəm, versən eləmə. İcraçıdaq. 2 başa düşdüsə mükəmməl icra eləyəcək. Bir hekayə var. Deməli, bir gün şuur sayı 7 və 2 evlənir. 7 və 2. Yəni olmuş hadisədə. Olmuş real hadisədir. Şuur sayı 7 və 2 evlənir. Bunlar şəhərdə yaşayırlar. Normal hər şey super davam eləyir. Və elə olur ki, 7 axı mənəviyyatdır. Yəni meşə, dağ, dərə, təpə gedək, meditasiya eləyək. Bütün mənəviyyata nə varsa, duxovnisdə nə varsa, hamısını 7'ləri çıxardım. İzah edə bildim. Gedək ora. Nəsə yoldaşına deyir ki, gəl gedək vəbşə meşədə yaşayaq. Heç kim olmasın, insanlara özümüzü orada şərait qıraq, özümüz üçün yaşayaq. 2'nin ruhu reallaşır münasibətlər və ünsiyyət vasitəsilə. İnsanlar olmalıdır. Doğru mu? Bunlar gedirlər meşəyə. 3-4-5 qəpiyə pulları azalır artıq. Nəsə özlərində bir ev tikirlər. Ki, təbiətdə yaşayırıq. Oranın şeylə şəhərdən 5 kilometr uzaq. Ətrafda heç kim yoxdur. Yəni meşədə heç kim gəzmir. Və günün birində şuur sayı 7 deyir ki, vəbşə mən tək qalmaq istəyirəm. Mən heç kimlə danışmaq istəmirəm. Mən nə bilim çəkilirəm özüm üçün qırağa. Sən də çıxışıda. Şuur sayı 2 dəli olur. Yoldaşı dəli olur ki, ay Allah. Yəni mən danışmaq istəyirəm, danışa bilmirəm. Deyir, günün birində görürəm ki, uzaqdan 2 nəfər keçir. Real hekayədə. Deyir, qaça-qaça gedirəm onlarla, çatdım ki, onlarla biraz danışım deyir. Söhbət eləyim ki, ruh reallaşsın. Deyir ki, şuur sayı 2'ni əgər bir yerə bağlasan, yəni ancaq qabağına kompüter qoysan ki, bunu elə orada insan olmasa ürək partlayacaq. Mütləq danışmalıdır, mütləq ünsiyyətdə olmalıdır və bu şəraiti ona yaratmaq lazımdır. Ki, o danışsın. İnsanlarla ünsiyyətdə olsun. 2'lər davamlı olaraq deyir, mən niyə başa düşmədin? Mən 2 ilə Zoom'da konsultasiyaya keçəndə deyir, danışıb beləsə mənə dayanıb belə baxır. Mən də danışıram. Arada bir fikirləşirəm ki, yəqin set donub belə tərpənirəm ki, görürsən nə set donub, çox diqqətlə baxır, gözlərim belə həqiqətən başa düşmək istəyir. Ümumiyyətlə şuur sayı 2 ilə danışanda biz şey eləyirik, nədir onun adı? Biz insanın bizi necə başa düşdüyünü görürük və danışmaq istəyirik yenə. Çünki qulaq asır, eşidir, başa düşür. İstəyirik ona danışaq.